Değerli izləyənlər, bir daha sabahınız xeyir. Gördünüz, qidalardan danışdıq və sizin də çox yaxşı tanıdığınız dəyərli qida ekspertimiz bizləndir, Məsud Hüseynova. Xoş gəlmişsiniz. Niyə belə zəhərlənmələr artır? Nəyi səhv eləyirik? İndi düzdür, ətdir, balıqdır, bunları xüsusi qorumaq lazımdır. İsti tez korlanırlar, bilirik. Adam var qarpızdan zəhərlənir, adam var çiyələkdən zəhərlənir. Xüsusilə son dövrlər 2-3 belə xəbər oxumuşuq hamımız. Nəyi səhv eləyirik? Yay aylarındakı temperatur rejiminin yüksək olması bir çox qidaların tez xarab olmasına, tərkibində bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Eləcə də sanitar gigiyena qaydaları da çox önəmlidir. Çünki bəzən qeyd etdiyiniz kimi yüksək risk qrupuna aid olan ət və ət məhsullarıdır. Bunları daha yaxşı saxlasalar da, bişirsələr də, onların doğrama lövhələri mütəmadi təmizlənmirsə və yaxud da çiy məhsulla əl vurub, bişmiş məhsula yenə də eyni qablardan, vasitələrdən istifadə olunursa, bu zamanda təbii ki, çarpaz çirklənməyə gətirib çıxardır. Eləcə də bişmiş məhsulları mütləq şəkildə əgər qış aylarında 2 saat otaq temperaturunda saxlaya bilirdiksə, yay aylarında 32 dərəcədən yuxarı temperaturda bu 1 saat və yaxud yarım saat yeməyin soyudulduqdan sonra soyuducuya qoyulması qısa müddətdə təmin olunmalıdır ki, bunlar mütləq şəkildə əsas amillərdəndir. Bəzən insanlar xüsusilə də İstər Azərbaycanda, istər dünyada hər il 600 milyondan çox insan məişət zəhərlənməsindən dünyasını dəyişir. Keyfiyyətli məhsulları alırlar, özləri hazırlayırlar və onun o saxlama şəraiti düzgün olmadığına görə düşünürlər ki, elə keyfiyyətlidir, özüm eləmişəm, deməli xarab olmayacaq, yaxşıdır və ona görə də belə zəhərlənmələrin sayı çox olur. Bizdə bugün Azərbaycan götürsək, mətbəxində götürsək, ən çox zəhərlənmələr hansı məhsuldan olur? Daha çox kütləvi zəhərlənmələr olur ki, bunlar məclislərdə olur. Bunlar yenə də qidaların daha öncədən hazırlanıb, düzgün soyuq şəraitdə saxlaya bilməmələrindən qaynaqlanır. Digər məsələ mayonezli, yumurtalı məhsullar var ki, bunlar da yüksək risk qrupuna aiddir. Və bəzən də adicə xiyar, pomidorun tam düzgün yuyulmaması, onların üzərində torpaq qalıqlarının, pestisid qalıqlarının qalması belə ciddi zəhərlənməyə gətirib çıxara bilir. Hətta meyvə və tərəvəzi yummaq məsələsi belə deyirsiniz ki, zəhərlənmələr. Bəli, çünki torpaq qalıntılarından belə insanların həzm sistemini pozacaq və yaxud da müxtəlif kimyəvi maddələrin qalıqları qalır ki, bitkilərin üzərində ondan da daha çox zəhərlənmələr olur. Xüsusilə hər zaman immun sistemi zəif, aşağı yaşlı uşaqlar, yuxarı yaşlı insanlar, xroniki xəstəliyi olan insanlar daha tez reaksiya verir. Ancaq bəzən olur ki, immun sistemi güclüdür və yaxud da gənc, cavan orqanizmdir, daha güclüdür. Zəhərlənmə ilə deyil də müxtəlif həzm problemlərinin pozulması ilə reaksiya verir. Amma zəhərlənmə olmadığına görə düşünür ki, ya yeməyi qarışdırıb və yaxud da o yeməyin zəhərlənəcəyi qədər zərərli olduğunu düşünmür. Sən demə, bu da zəhərlənmənin bir simptomudur. İndi yay aylarında deyə, bizdə də bilirsiniz də, istirahətin hər növündə insanlar yeməyi xoşlayırlar. Yəni, dəniz qırağına gedirik, özümüzdən yemək aparırıq, dağa gedirik, yemək aparırıq. Günəşin altında, o isti havada, yəni nəyi yemək olar, nəyi yemək olmaz, nədən ehtiyatlı olaq? Yaxşı olar ki, yay aylarında yenə də temperatur amilini nəzərə alsınlar. Daha çox az risk qrupuna aid olan qidalardan istifadə etsinlər. Bişmiş qidaları uzun müddət açıq havada saxlayacaqlarsa, onu götürməsinlər. Əgər termos, isti, soyuq temperaturu saxlayan qablar, qazanlar varsa, bu şəkildə isti yeməkləri apara bilərlər. Əks halda daha bərk meyvələr yaxşıdır, çünki gilə meyvələr də çox tez xarab olmağa meyillidir, kiflənir və bəzən müəyyən miqdarda meyvələrin içindən 1-2 kiflənmişi atıb digərlərini qəbul edirlər ki, bu da zəhərlənməyə səbəb ola bilər. Çünki kiflənmə baş veribsə, bu artıq bütün o nə qədər miqdardırsa onu əhatə edir. Gözlə görünməsə belə mütləq şəkildə tərkibində artıq pozulma baş vermişdir. Eləcə də əgər sendviçlər hazırlayacaqlarsa, yenə də bərk pendirlərə üstünlük versinlər. Tərəvəz olacaqsa, yenə bu da mütləq yaxşı yuyulmalıdır, qurudulmalıdır. Tərkibində nəm, su qalmamalıdır. Çünki su da əgər çox müddətdə qalacaqsa, bu da mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Mayonez istifadə eləməsinə? Mayonez, ketçup, bunlar təbii ki, yüksək temperaturda onlar da xarab olmağa meyillidir və çərəzlər ən yaxşı enerji verən qidalar sırasındadır, həm də gec xarab olmağa meyillidir və düzgün şəkildə saxlanılırsa çərəzlər həm enerjini saxlayır, eyni zamanda da gündəlik vitamin, mineral balansını da qorumaqda kömək olur
Və bir də əgər ictimai yaşayış obyektlərində qidalar sifariş verəcəklərsə, bu da yeni hazırlanan, daha çox həmin gündə bişirilən və günlük salatlardan ibarət olmalıdır. Əgər uzun müddət əvvəl və yaxud da 1-2 gün əvvəldən hazırlanmış mayonezli salatlardırsa, bunlar da risk qrupundadır. Çünki əksər hallarda onların içində həm bişirilmiş tərəvəzlər, həm çiğ tərəvəzlər, bəzən turşular, ət məhsulları olur ki, bunlar da yay mövsümündə hazırlandıqdan 6 saat ərzində yeyilib bitirilməsi lazımdır. Yəni 1-2 gün öncədən olanlar riskli məhsullardır. Daha sonra isti yeməklərdə yeni bişirilən yeməklərə üstünlük versinlər. Əksər hallarda qazan yeməkləri kimi təklif olunan yeməklərin bəzən daha öncədən bişirildiyi, dəfələrlə isidildiyi bilinir ki, bu da zəhərlənməyə səbəb olan amillərdəndir. Qarpız yayda ən çox istifadə olunan məhsullardan biridir və bəzi hallarda indi sosial şəbəkələrdə insanlar yayırlar, yox, bu aralar yeməyin, nə bilim, zəhərli ola bilər və s. yəni kimyəvi maddələr içinə qatılır, hormonal maddələr. İndi dəqiqliyini biz bilmirik, onu daha dəqiq siz biləcəksiniz. Qarpızdan düzgün istifadə, yəni bu limiti varmı ki, yəni müəyyən bir limitdən artıq yeməyin, yaxud seçərkən nəyəsə diqqət etməli olduğumuz meyarlar varmı? Bilək ki, bu hormonlu məhsuldur, bu deyil. Təbii ki, qarpız da yenə yay mövsümünün vazkeçilməz qidalarından hesab olunur. Yaxşı olar ki, qarpızı Azərbaycan mövsümünə uyğun vaxtda qəbul etsinlər. Çünki əksər hallarda erkən satışa çıxmış qarpızlar olur ki, bunlar da süni şəkildə yetişdirilmiş, qeyd etdiyiniz kimi kimyəvi maddələrdən istifadə olunur və yaxud da xarici ölkələrdən gətirildiyi bildirilsə də, xarici ölkələrdən gələn bir çox meyvə tərəvəzlərində uzun müddət qalması üçün, xarab olmaması üçün kal şəkildə dərilir. Üzərinə müxtəlif kimyəvi maddələr vurulur ki, bu da risk qrupuna aid olan insanlar üçün zərərli ola bilər. Yaxşı olar ki, qarpızı seçərkən yenə də üzərində onun naxışlarının daha səliqəli olması, çox parlaq olmaması, qabığının daha hamar olması, əgər kəsilmə, zədələnmə varsa bu qarpızı almaq tövsiyə olunmur. Üzərində saplaq quru olmalıdır. Bu da yetişib doğru şəkildə dərildiyindən xəbər verir. Əgər quru deyilsə, yaşdırsa, kal şəkildə dərilib. Bu da təbii ki, yemək üçün uyğun deyil. Və üzərində sarı ləkə olmalıdır ki, bu sarı ləkəni çox vaxt ağ ləkə ilə qarışdırırlar. Çünki adətən bir çoxlarında bu ləkə olur, amma sarı ləkə onun torpağa yaxın qaldığını və torpaqda düzgün yetişib tam vaxtında dərildiyini göstərir və əllə toxunduqda və yaxud da kiçik bir zərbə vurduqda boşluqdan gələn səs kimi olmalıdır və bu onun yetişməsi və şirin olmasından qaynaqlanır. Eləcə də bütün bu amillərə diqqət etdikdə onu bəzən kəsib alırlar və yaxud da ki, kəsib bir hissəsinə baxırlar. Bu zaman əgər o açıq şəraitdə satılırsa, bıçaq təmiz deyilsə, mütəmadi təmizlənmirsə və müxtəlif qarpızların kəsilib, davamlı yuyulmayıbsa, o üzərində bir çox bakteriyaları daşıya bilir. Ona görə kəsilməmiş alınsa daha yaxşı olar. Evdə də kəsildikdən sonra bir gün ərzində yeyilib bitirilməlidir və soyuducuya üzəri bağlı və yaxud da ağzı bağlı qabda qoyulmalıdır. Çünki əgər soyuducuda digər məhsullar varsa, yenə də çarpaz çirklənməyə gətirib çıxara bilər. Gün ərzində qəbul edəcəyimiz miqdara gəldikdə isə hər bir insan orqanizmi fərqli olduğuna görə fərdi də yanaşmaq lazımdır və burada bəzən insanlar düşünür ki, onun 90%-ə yaxını mayedən ibarətdir. Ona görə istədiyim qədər qəbul edə bilərəm. Heç də belə deyil, çünki tərkibində şəkər miqdarı da yüksəkdir. Xroniki xəstəliyi olan insanlarda, xüsusilə də şəkərli diabetdən əziyyət çəkən insanlarda şəkərin miqdarının kəskin yüksəlməsinə gətirib çıxarda bilər. Ona görə 200 qramla 400 qram arası bir günlük miqdarı keçməməlidir. Yeri gəlmişkən, bəli, çox adam elə bilir ki, bu daha çox su ilə bağlı bir meyvədir. Amma sizin qeyd etdiyiniz kimi çoxlu şəkər daşıyır, amma onunla birlikdə C vitamini qaynağıdır, onunla birlikdə sitrolen, yəni çoxlu faydalı maddələrin də qaynağıdır. Amma sizin də qeyd etdiyiniz kimi düzgün şəkildə istehlak olunmalıdır. Son olaraq, qida zəhərlənmələrinin ilkin simptomları kimi biz nəyi başa düşə bilərik ki, yəni gec olmadan tez necəsə müdaxilə edək və necə müdaxilə edək? Hansı qidadan zəhərlənməsi bunu bilmək çox önəmlidir. Bu da hər bir insanda 6 saatdan 24 saata qədər, bəzən isə bəzi insanlarda 48 saatda artıq özünü göstərə bilər. Əgər baş ağrı varsa, ürək bulanma varsa, qusma varsa, ishal varsa, xüsusilə də qarında, qarın boşluğunda, mədədə ağrı hiss olunursa, görmə pozuldusa, huşun itməsi müşahidə olunursa, artıq bu ciddi zəhərlənmənin əlamətləridir. Dərhal həkimə müraciət etməsi
ən birinci şərtlərdən biridir və mütləq şəkildə əgər bilirlərsə hansı qidadandır və yaxud da onunla bağlı da tez məlumat verilməlidir ki, bir çox hallarda zəhərlənmə bəzən də qidanın tərkibindəki hər hansı maddəyə qarşı həssaslıqdan da qaynaqlana bilər. Çünki bəzi qidalar var ki, buna göbələk, dəniz məhsullarını göstərə bilərəm ki, keyfiyyətli olsa da, təzə də olsa bir çox insanlarda həmin qidalara qarşı allergiya var. Ona görə o qidalar və o qidalardan tərkibli bir məhsul hazırlanıbsa, buna soslar ola bilər, digər qidaların yanında təklif olunan məhsullar ola bilər ki, ona görə də bu halda da ciddi zəhərlənmədən əziyyət çəkməmək üçün mütləq həkimə vaxtında müraciət etmək lazımdır. Mən sizə təşəkkür edirəm, Əsəd xanım, çox sağ olun ki, bugün bizdən. Çox sağ olun, mən təşəkkür edirəm. Sağlam qidalanma mütəxəssisi Məsud Hüseynova bizdən idi. Biz təşəkkürümüzü bildiririk və buraxılışımıza qaldığımız yerdən davam edirik. İndi